Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, gözəl bir yerdə 202-92 marşrutlarından 100 metr məsafədə 10.5 sotun içində, 10.5 sotun içində bağlı, bağçalı, əşyalı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, haqqında sizə məlumatlarımı verim. Evin qiymətində videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, bu evi ev sahibi özünə şəxsi inşa elətdirib. Yəni, bu ev iki formada satılacaq, hörmətli izləyicilər. Nəzərinizə çatdırım ki, bax, burada torpaq var, ha, bax, bu torpaq. Ayrıca da satılacaq. Buradan belə ayrıca oradan darvaza qoyulacaq. Ayrı qiymət olacaq, bütöv satılsa ayrıca qiymət olacaq. Bu, indi siz nəzərinizə çatdırıram. Bax, burada evin gördüyünüz kimi bu hissəsi giriş darvazasıdır. Həyətində bağı, bağçası, gözəl gülləri, fikir verin, hörmətli izləyicilər. Ev sahibi yaşıllaşdırmanı sevir. Həqiqətən də çox bir həyətə bacıya gözəl bir yaraşıqlar yaradıb. Sənədi bunu nəzərinizə çatdırım. 99-cu ilin sərəncamı var. 2002-ci ildə də icra hakimiyyətinin tikiliyə sərəncamı var. Yəni, ev kupçiyə hazır gedən sənəddir. Yəni, bunu nəzərinizə çatdırım. Bax, bu həyətdə nə varsa hamısı evin içində qalır. Gördüyünüz kimi, nə varsa evin içində qalır. Bağı, bağçası da öz yerində. Bax, bu divarlarda ayrıca bir gözə görsənməyən rəsmlər var. İndi onu gəlib diqqətlə baxsa seçmək olur. Evində bütün yanı-yönü hamısı bağ-bağçadır, gözəlliklər göz qabağında. Həyətində şəlaləsi putdan işləyir, işıqlar gecə yanır. Burada bir ayrıca bir gözəllik olur. Otur, şəlalə işləsin, adam əsəbləri sakitləşir. Qızıl gülü, gilas ağacları, nə desəniz var, demək olar ki, meyvə bar verən meyvə ağaclarıdır. Burada ayrıca əl yumaq üçün bulağı, 10 tonluq su hovuzu, hamısı qaydasındadır. Gördüyünüz kimi də, yəni həyətinə söz ola bilməz, hörmətli izləyicilər. Həqiqətən ev sahibi yaradıb da burada, nə desin yaradıb. Buradan keçirik. Bax, burada da yenə ağ gilasdır, yapon əzgilidir. Nə desən demək olar çox şeylər var. Əncir ağacıdır, qızıl güllərdir. Fikir verirsiniz, hörmətli izləyicilər. Həqiqətən burada banqalxanası, əl damı, burada toyuq cüzə saxlamaq üçün, əncir ağaclarıdır. Toyuq cüzə saxlamaq üçün ayrıca burada yenə bir əl damı. Əsl istirahət üçün, həm bağ evi kimi, həm yaşayış kimi istifadə edirlər. Armud ağacı, nar ağacı, vişna ağacı. Demək olar, hörmətli izləyicilər, ev sahibi bağ-bağça yaradıb, əziyyət çəkib. Valla bu, demək olar, pulla ölçülmür. Bunu nəzərinizə çatdırım ki, kişi əziyyət çəkib ev sahibi burada. Gördüyünüz kimi, hörmətli izləyicilər, həyəti ilə tanış olduq. Yenə qeyd edirəm, burada iki formada satılacaq. Torpaq bölgüsünün ayrıca qiymətli, kim gücü çatarsa belə alar, kim nə cür, yəni çox gücü çatar, bütöv alar. Gördüyünüz kimi, hörmətli izləyicilər, ev haqqında tam həyəti bacası ilə tanış olduq. Həyətdə də nə varsa hamısı evin içində qalacaq. Bax, evin için əşyaları, içi dolu əşyalar. Heç valla bugünkü vəziyyətdə bunu bu qiymətə başa gətirmək mümkündür, hörmətli izləyicilər. Yəni, nəzərinizə çatdırım ki, ev həqiqətən ürək açan, gözəl bir evdir. Bir dənə 4 otaqlı ev. Bunu 2 mərtəbə qaldırsan, vapşi qiyməti. Alıb bunu 2 mərtəbə qaldırsalar, qiyməti lap kəllə çarxa çıxar. Yəni, bunu nəzərinizə çatdırım. Hələ ev sahibi yenə də demək olar, buranı torpaq kimi satır. Yəni, bunu nəzərinizə çatdırım. Buradan daxil oluruq evin içinə. Girən kimi döşənməsi istipol, geniş dəhliz. Qapıları bahalı qapılardan istifadə olunub. Qoşa, araları qoşa daşdır. Yəni, ev sahibi elə inşa elətdirib ki, baxın, üstündə 2 mərtəbə rahat tikdirib. Qoşadır. Demək, birinci buradan bir otaqlardan başlayaq. Burada bir yataq otağı var, gördüyünüz kimi. Bax, əşyalar nə varsa evin içində qala bilər. Əsr həm istirahət üçün, həm yaşamaq üçün gözəl bir həyət evidir. Bir yataq otağı, gördüyünüz kimi, çox səliqəli, səhmanlı bir evdir. Qapıları da sağlam vəziyyətdə, bahalı qapılardan istifadə olunur. Buradan keçirik bura.
Burada yenə bir otaqdır. Buradan da belə bir çəkim. Keçirik buradan qonaq otağına. Gördüyünüz kimi burada qonaq otağıdır. Qonaq otağı da təxmini hardasa 25 kvadrata, 22 zal, 25 civarında olar. Eni də yaxşıdır. Yəni evi eni 4 metrdən çoxdur mən biləm. Təxmin ölçü deyirəm. Buradan keçirik hörmətli izləyicilər, demək sanuzel hissəsinə. Bura sanuzel hissəsidir. Səliqəli, baxın, ev həqiqətən çox səliqəli, səhmanlı evdir. Buradan keçirik. Oturacaq yeridir. Əslində, hörmətli izləyicilər, bura elə bir mətbəxdir, həm yayçın, həm qışçı nəzərdə alınıb, nəzərdə tutulub bura. Burada mətbəxdir. Bax, burada yemək pişirilir, həm oradan həyətə də, yəni aparmaq üçün rahat oradan bir qapı qoyulub. Qış üçün, həm də yayçı nəzərdə tutulub deyə belə balaca olub ki, həyətə də uyğun olsun deyə oradan açıblar. Buranı da belə oturmaq üçün, oturub yemək yemək üçün qış üçün nəzərdə tutulmuş belə bir otaqdır. Mətbəx də buradan tam elə düzəldib ki, ev sahibi. Yəni, birbaşa da buradan həyətə çıxışdır. Mətbəxdən birbaşa həyətə çıxışdır. Çıxan kimi də gözəllik, yaşıllıq, bağ, bağça adama zövq elə. Baxın, baba, gör necə gözəllik yaradıb ev sahibi. Həqiqətən, valla, pulla ölçülən şeylər deyir ki, ev sahibi bunu illərlə yaradıb, düzüb qoşub. Hörmətli izləyicilər, yenə qeyd edirəm, bax, bəri başdan deyirəm. Demək, evin sənədləri sərəncamı var, 99-cu ildə sərəncamı olub. Sərəncamdan sonra 2002-ci ildə evə Binəqədi İcra Hakimiyyətindən tikilməklə sərəncam verilib. Yola yaxın 292 marşrutlarından 100-150 metr məsafədə yerləşir. Bunları nəzərinizə çatdırım, sənədindən də xəbəriniz oldu. Altlarda hamıca istif oldu. Bax, bütün bu kondisioner, evin içində nə əşyalar görürsə, hamıcının ev içində qalır. Hörmətli izləyicilər, kimlərsə evin satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmana köməklik göstərə bilərik. YouTube'da, TikTok'da, Instagram'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Bu evin qiyməti indi deyirəm sizə, hörmətli izləyicilər. Demək, 10,5 sotun içindəki ev demək, düşür 285 min qiymətə. Oradan 2,5 sot götürülsə, 2,5 sot ayrılıb verirsə, eləyir 235 min qiymətlə, start qiymətləndə amma. Real alıcı olsa, endirimləri yenə gəlib ev sahibi ilə danışacaqsınız. Bax, bu torpaq əgər ayrılsa burada da nəsəsi şərait edir. Bir evin yeridir bura. Yəni, bunu nəzərinizə çatdırın, bir evin yeridir. Birbaşa da darvaza qoyulub oradan, birbaşa darvaza açıb bir dənə evin yeridir. 285 min, 235 min. Yəni, qiymətlər budur. Real alıcı olsa da endirimi birbaşa sahibi ilə danışacaqsınız, son sözü də ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah halana da xeyir versin, Allah satana da. Amin.